kimi Zamiq dilə gəldi. Mən ondan şikayətçiyəm. Məşhur nə siz, nə də biz bu vaxta qədər belə görməmişdik. Ucu təhqirdir. Ayıb olsun. Zamiqi görəsən, hansı həmkar belə qəzəbləndirib? Mənim adımla Facebook səhifələrində, yəni ki, özünə profil açıb bir insan Zamiq qara gözlüm yoxsa kara gözlüm deyə bir insandır. Mənim adımla insanlara pis-pis təkliflər eləyir. Artıq bu belə eləməyi və insanlara mənim haqqımda pis təəssürat yaratması mənim çox acığıma gəlir. Mən eşitdiyimə görə qızlara da nəsə sözlər deyir, yəni ümumiyyətlə xüsusən çox qızlara nəsə yaxşı, xoşa gəlməz sözlər deyil. Və elə oldu ki, bu yaxınlarda bizim bir çox yaxın adama yəni belə deyib, bu sözü deyəndə onlar da belə şoka düşüb biz yığmışdıq. Yəni ki, ondan sonra mən bu barədə maraqlandım və bir neçə yerdən öyrəndim ki, səndə mənim xəbərim yoxdur. Bütün hər kəs elə bilirlər ki, doğrudandır. Bu insan mənim adımdan oturub və mən Instagramdan nə şəkil paylaşıram, həmən götürüb qoyur ora, həmən götürür, qoyur öz profilinə, güya indi bu dəqiqə çəkib. Bu istifadəçi hətta Zamiqin adından xanımlara ədəbsiz təkliflər belə edir. Çox pis təkliflər eləyir. Mən eşitmişəm, mən ondan şikayətçiyəm. Ucu təhqirdir, yəni ki, mənim üçün də və insanlar üçün də. Hal-hazırda bu barədə bir neçə insanlar maraqlanır. Zamiq qara gözlüm deyəsən adı elə gedir. Amma o insanı 100% biz taparıq yəqin ki. Məşhur özünü bir təhər sakitləşdirib, ona son xəbərdarlığını elədi. Ayıb olsun. Buradan demək istəyirəm ki, ayıbdır, yox, yaxşı deyil. Ged öz adından nə istəyirsən. Bunun məqsədi nədir və eləməkdə bu nə istəyir, kimdən nə istəyir, mənə pislik eləyir, yoxsa kimlərəsə pislik eləyir, bilinmir yəni bu. Və hətta görürsən, yaxınlaşırlar, mənə də deyirlər ki, biz sizə belə dostluq göndərdik və ya nəsə yazdıq və bu yaxınlarda ki, o yaxın adam ki, bizi zəng vurub deyəndə ki, bu ona təklif idi, belə biliblər artıq mən deyiləm, yəni o təklifdən sonra, nəsə deyəndən sonra mən artıq dözə bilmədim, özüm dözə bilmədim ki, bunun axırına çıxmaq lazımdır. İşə hüquq mühafizə orqanlarının əməkdaşları qarışacaq. Bu, bəlkə bir uşaqdır, bəlkə bu nəysə bir az yaşında xanımdır, bilmək olmaz. Yəni Ona görə istəyirəm ki, bəlkə mən bunları buradan deyim, saytlarda yazdım ki, bəlkə o bağlasın profili. Mən bir neçə özümüz də Facebook'a şikayət eləmişik, yəni uşaqlar yanımda eləyiblər. Görürüm, mümkün deyil, amma artıq 3 gündür səhv eləmirəmsə çıxıb bu, yəni ki, sözlər ki, bu kimdirsə yığışdırsın. Yığışdırmasa, yəqin ki, biz onda elə eləyərik. Şübhələndiyin hardasa var? Yox, ümumiyyətlə qətiyyən yoxdur. Mən heç inanmıram ki, mənim tanıdığım insanlar elə eləsin. Yaxşı fikirləş, kimin toyuğuna daş atıb incitmisən? Keçmişdə kimisə qəlbini qırmışam deyəndə ki, o qədər keçmişdə mənim də qəlbimi qıranlar olub ki, belə bir şey deyil. Mənə elə gəlir ki, bu iminə ya mənim adımı biraz nəsə pis gətirmək və həm də ki, nəsə maraq tanış olmalıdır, nəsə. Sənə hücuma keçən şəxs tanışın, dostun çıxsa, o zaman necə? Tanıdığım biri olsa yaxşı olmaz. Çox pis olar, yəni ki, nəsə yaxşı olmaz. Dostluqdan silərsənmi o həmin adamı? Yəni şəxsi dostluğundan. Şəxsi dostluğumdan, ürəyimdən. Əlbəttə, həmən dəqiqə, həmən saat, ümumiyyətlə o insanı mən tanımıram. Belki araşdırma davam edir. Axtarışın nəticəsini, Zamiqin adından istifadə edən şəxsin kimliyini növbəti ATV maqazində sizə təqdim edəcəyik.